reşi ilə Kişinova gəlmişik hal-hazırda. 17-18 yaşlı tələbələri, yəni tələbələrin vitrasonuna baxın, zəhmət olmasa. Çamadanlarımızın hamısı oradadır. Bagajlarımızı bizə icazə vermirlər. Ad susuz qalırıq burada. Yəni heç kim bizdən xəbəri yoxdur. Artıq 12 saatdan çoxdur ki, biz buradayıq. Bagajlarımızı vermirlər. Burası soyuqdur. Tələbələr üşüyür. Yəni hər bir kəs burada üşüyür. Yemək qıtlığıdır. Yəni 30-40 arası tələbələri və hər biri də getmək istəyir, amma bizlə maraqlanan yoxdur. Heç cürə şey eləmək olmur.
Hörmətli əziz müştərilər, problemlərinizi kökündən görməyən, özü problemi görüb deməyən bir insan sizin problemi necə həll edə bilər? Bir çox özlərini enerji ilə məşğulam deyən kəslər problemləri sizdən soruşur, psixoloq kimi sizlə söhbət aparır və sonra da bioenerjiden danışarıq. Mən sizin deyir, frekansları açıram, enerjini qaldırıram deyir. Sizə probleminiz hardan kökünüzə necə gəldiyinizi siz özünüz də bilməyə bilərsiniz. Əgər əməl kimsə eləyibsə, siz nə bilərsiniz ki, əməl kim eləyib və necə eləyib, necə sizin problemi yaranıb. Və sizə də bu problemi dərindən görüb deyə bilməyən bir energetik necə sizin problemi həll edə bilər? Problem yaşayırsınız, psixoloji, okey, bunu psixoloqun işidir həll eləmək. Yox, bioenergetik sizə əgər frekansları açıram deyirsə, enerjini qaldırıram deyirsə, bu barədə kömək göstərirəm deyirsə, onun hiss etməyə qabiliyyəti də olmalıdır. O sizin problemi nədən qaynaqlanır, nədən başladığını, nədən bu problem yaşandığını hiss eləyərək bilməlidir. Hardan qaynaqlanır. Və o yüzdən problemlərinizi sizdən soruşaraq, sizin daxilindəki, içindəki probleminizi sizdən söhbət apararaq psixoloq kimi danışan adam sadəcə psixoloji sizə yardım edə bilər. Mənə bu barədə çox adamlar sual verir. Ona görə də mən bu barədə bu videonu paylaşmaq istədim ki, ekstrasens dediyi insan həm parapsixoloq olmalıdır, həm onun təbiətdən, botanikadan xəbərin olmalıdır, oxumalıdır, həm fiziologiyadan, həm fizikadan, həm də prirodadan. Yəni bir çox şeylər, mən iki dilində də danışıram. Sizin xəbəriniz olmalıdır ki, o insan sizin daxili problemi biləndə sizin hesablamaları numeroloji olaraq eləyə bilsin və ondan sonra simvollar, hansılar sizə düşdüyünü bilsin, enerjiləri necə qaldırması üçün biologiyadan və fiziologiyadan xəbərin olmalıdır. Hansı heyvanın hücrələrlə, enerji ilə sizin enerjilər düşürsə, o heyvan enerjilərlə həm sizi bağlamaq olur, həm də sizi açmaq olur. Çünki heyvan daxili enerjisi ilə insan enerjiləri bir-birindən düşərli olmalıdır. Ya da əks olduğu təqdirdə bağlatmaq olar. Pozitiv yaradan enerjilərin həmən o heyvan enerjilərdən götürülür. Və gülün enerjiləri var, təbiətin. Ən çox da aroma, gül təbiətin enerji ilə sizi açmaq lazımdır. Yəni, bu kimi şeyləri mən çox burada ona görə danışmıram ki, mənim dediklərimi buradan oğurlayır və mən öz adları ilə sonra bu kimi şeyləri danışaraq özləri bir şeyləri bilmiş kimi hesab edən adamlar var. Nə ki, mənim proqnozlar oğurlayaraq bəziləri öz adlarından mənim dediklərimə bir-iki dənə də sağdan, soldan qoşaraq deyərək özlərinə reklam edənlər var ki, o cürdə bu mənim bildiyim magiya işində başlayacaqlar mənim dilimdən işidərək özləri dilindən özləri bilmiş kimi danışmağa. Ona görə əziz gözəl dostlarımız, ən birinci problem bir insanın problemi varsa ona diaqnozu düzgün qoymaqdır. Diaqnoz nədir? Məsəl üçün, həkimə gedəndə sizə əvvəl gedir, analizləri alır və ya rentgenə salır, diaqnozu qoyulur, onun əsasında da müalicə aparır. Biz də bir ekstrasens olaraq probleminizi sizdən soruşaraq yox, siz gələndə oturub qabağında heç nə demədən bir adı familiyası soruşurlar, yəni ki, təvəllüdləri. Ondan sonra sizin probleminizi bir ekstrasens özü deməlidir. Nədən qaynaqlanır, nədir, nə üçün gəlmişsiniz? Bu şeyləri görən adam sizin kökünüzə özü girmiş olur və sizin kökündəki problemi də özü bilmiş olaraq və bunu da aradan qaldırılması üçün magiya dediyiniz şey, bioenerji məktəbləri hər yerdə yoxdur. Kimlər sizə sual verəndə ki, siz necə bunu öyrənmişsiniz, hardan bilirsiniz bu bioenerji? Bəzilər deyir, mən Türkiyədən, oradan, online üzərində öyrənmişəm, filan eləmişəm və ya hər hansı bir sertifikatı alır ki, mən filan işlə məşğulam. Əziz gözəl dostlarımız, bioenerji məktəblər dünyanın 12 dənə ölkəsindədir. Hansı ölkələrində olduğunuzu mən burada dilə gətirməyəcəm, çünki yenə də oğurlayaraq danışanlar olacaq ki, filan yerdə bitirmişəm deyə. Çox qəribə bir ölkələrdədir, amma dünyanın ən önəmli böyük ölkələrdən, bir çox ölkələrdə də bu var. Və bu enerji, magiya olduğunuzu Amerikada və dünyanın bir çox artıq ölkələrdə keçirdiyi Halloween bayramlar var. O bayramın da dibinə girdikcə onun da magiyadan, vampirlərdən, bu kimi şeylərdən
özlərini, sifətləri o hala gətirərək paylaşımlar edirlər və bu ondan xəbər verir ki, magya enerji dediyin bir şey artıq dünya qəbul edib, bu var. Sadəcə bunun varlığı bir çox universitetlər, bir yerlərdə ona görə qəbul edib dərs vermirlər ki, çünki bunun hal-hazırda bunun varlığını tam olaraq qəbul edəndə səhiyyə inqilab olacaq. Bir çox səhiyyədə olan yalanlar üzrə çıxacaq ki, sizin üzərinizdə pul qazanması üçün, təhsilin üzərində olan sizi idarə etmək sistemi çöküləcək. Ona görə də dini bəzi o sizi idarə edən şeylər üzə çıxacaq. Ona görə də bu magiya, enerji, bu hiss etmək, bu şeyləri şeytan adlandıraraq dini ölkələrdə, başqa ölkələrdə də əsasən də müsəlman ölkələrdə bunu şeytan adlandırır, varsa da belə. Amma başqa bu dünya çapında belə deyim, savadlı olan bəzi ölkələr artıq bunu bu barədə araşdırmalar eləyərək bunu qəbul etməyə başlayıblar. Çünki enerjidən hər kəs danışır və bu sadəcə olaraq bu enerjilər barədə çox şey danışa bilərəm. Bunu oxumuşam, bunu bilirəm, bunu dərinlə neçə ildir bilirəm. Sadəcə baxıcılıq hisslər yox, enerjini mənim qədər dərindən bilən Azərbaycanda ikinci adam yoxdur. Abdi bu barədə mən danışmaq ona görə istəmirəm ki, mənim danışdıqları oğurlayaraq öz adlarından özləri reklam edirdi insanlar. Mənim yanıma gələn insanların çoxları gözəl bilirlər ki, mən onlara nələr edirəm və nələrdən sonra onların işində nə dəyişikliklər olur. Bunlara deməkdə səbəb odur ki, əziz gözəl dostlarımız, bir çoxları deyirsiniz ki, Nadim bəy, siz niyə bu qəbulları baha eləyirsiniz? Çünki bir insan bir gündə 2 ya da ən çox 3 nəfəri qəbul edə bilər. İnsanın daxili enerji gücü hiss etməyə, problemləri görməyə bir 3 nəfərin daxili enerjisini qəbul eləməyə çatar ən çox. Yəni siz görürsünüz, baxıcıların həyatlarında 30, 40, 50, 100 nəfər var. Deyirsiniz, bilirsiniz orada nə qədər adam var. Siz bu işi başa düşmürsünüz ki, çox qapıda adam olan adam o çox adamı aldadır deməkdir. Hamıya eyni şablon sözləri deyir və yola verir. Niyə? Çünki onun gücü mümkün deyil o qədər adama çatsın. Hərəsinə 5-10 dəqiqədə bir eyni sözləri deyərək yola salır. Bir insana 1 saat ən azından vaxt ayırasan ki, onun heç olmasa problemini görüb və onun çıxması yolunu onu izah edə biləsiniz. Ona görə də biz o gündə 30-40 nəfər qapıda olan insanlar, onlar daha çox pul qazanır, nəinki mən. Onlar gün 40 manat, 50 manatdan, 30 manatdan adam qəbul edirsə, bax, hara çıxır. Amma mən, bəli, qəbul elədiyi qiymət ona görə qoymuşam ki, hər gündə mən qəbul eləmirəm, bir gündən bir. Günə mən 2-3 nəfərdən çox qəbul eləyə bilmirəm. O da ayın mən uzaqbaşı 5 dəfə, bir ayda 5 dəfə qəbul salıram. Bu olsun 5 dəfə qəbul, 3 nəfər, 15 nəfər. Yəni mən ona görə deyirəm ki, sizə bunlara izah edirəm ki, qəbula gəlmək istəyənlər qiymət barədə bir çoxları mənə deyir ki, Nadim, siz bu qədər qiymət deyirsiniz, qəbula gəlmək çətindir, amma hamı gəlmək istəyirik. Əziz gözəl dostlarımız, o 30-30, 20-20, 10-10 oralara, buralara verib sizi aldatdırmağa, şablon sözləri deyib sizi aldatdırmağa qoyunca, yığın bir dəfə gəl. Əgər mən sizə doğru deməsəm, dedik şeylər doğru çıxmasa, yalan olsa pulu da vermə. Əgər hər şeyi mən sizin probleminizi kökündən doğru deyirəmsə, probleminizi sizdən soruşmadan mən deyirəmsə, mən görürəmsə, onda o pulu qəbul üçün verirsiniz. Qaldı problemin həlli yoluna, o mən sizi burada gələndə üst-üstə izah edəcəm nədir, nətərdir. Başa düşdünüzmü? Ona görə əziz dostlarımız, sizlərin xahişi ilə həm də mən bu belə izah edeyim sizə, qəbulları indirim eləyirəm tez-tez ki, imkanı çatmayanlar üçün də qəbula düşə bilsin. Bax, hal-hazırda 2-3 gün dalbadal mən indirim günləri salıram. Kimlər istəyirsə, buyurun, indirim üçün gələ bilərsiniz. Sonra mənə deməyin ki, Nadim bəy, siz insanların vəziyyətdən xəbər almırsınız, bizə indirim eləmirsiniz. Bəli, bu 3 gündə kimlər qəbula düşə bilsə, onlar indirimə düşəcək. 3 gündən sonra mən indirimi yığışdırıram. Çünki mənə xərclərim də var, mənim də ofis var, işçi var, o var, bu var, bilmədiyi bir çox şeyiniz var. Ona görə də indirim vaxtına hansı ilk 3 nəfər düşə bildiysə, 3 gündə, yəni 9 nəfər eləyir. Onların şansına düşür bu.
Yenə də gələn ayda bunu biz edəcəyik. Allah sizə köməyin olsun, Allah sizi qorusun, özünüzü bilmədiyi sənətkarlara, işlərə gedərək aldatmağa qoymur. Hər işin sənətkarı bir şeylər bacarar. Öpürəm, sağ olun.